Cəlilabad rayonunda 2025-ci ilin hesabat yığıncağı keçirilib. Tədbirdən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub. Sonra Cəlilabad rayon Heydər Əliyev mərkəzində tədbir davam edildi. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə geniş məruzə ilə çıxış edərək, 2025-ci il üzrə görülmüş işlər və sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritetlər barədə məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olub. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilib, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Bu inkişaf Cəlilabad rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaradıb. İclasda millət vəkili Elman Nəsirov, Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının sədri Mir Süleyman Mirxaslı, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb. Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb. Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara tapşırıqlar verilib.